Tayfa ittifaqları, ilk tayfa birlikləri, dövlət qurumları, erkən dövlətlər, yeni dərsliklər əsasında. Azərbaycan ərazisində ictimai və iqtisadi dəyişikliklər hər yerdə eyni vaxtda olmamışdır. Azərbaycanın cənubu daha tez, daha erkən inkişaf etmişdir. Bunun səbəbi də Mesopotamiya ilə iki çay arası ilə yaxınlıq idi. Mesopotamiyada baş verən yeniliklər Azərbaycanın cənub hissəsinə tez təsir göstərmişdir. Yaxın olduğuna görə biz öyrəndik ki, Tunc dövründə tayfalar yarandı eramızdan əvvəl 3-cü, 2-ci minillikdə və bu tayfalar ümumi mədəniyyətə malik idilər. Bir dildə yaxud da bir dilin müxtəlif ləhcələrində danışırdılar, eyni tanrılara sitayiş edirdilər. Eramızdan əvvəl 3-2-ci minilliklərdə Urmiya gölü hövzəsində Azərbaycanın cənubunda Lulubi, Kuti, Su, Turki tayfaları, Arazdan şimaldan Naxçıvanda və Mil Qarabağda isə Nağç və Gərgər tayfaları yaşamışdırlar. Bunları növbəti səhifədə, xəritədə göstərəcəm. Bu tayfalar haqqında ilk məlumatlar Şumer dastanları və Şumer, Akkad, Mixi yazılarında göstərilibdir. Tayfa birlikləri erkən dövlət qurumlarına çevrilibdir və burada Azərbaycanın şimal əraziləri yazılı mənbələrdən kənarda qalmışdır. Onlar haqqında bu dövrdə məlumat yoxdur. İndi keçək erkən dövlətlərə. Azərbaycanın cənubunda yaranan erkən dövlətlərindən biri Aratda dövlət qurumudur. Eramızdan əvvəl 3-cü minilliyin birinci yarısında Azərbaycanın cənubunda yaranıb, Urmiya gölünün cənub-şərqində, ərazisi Urmiya gölünün cənubundakı torpaqları əhatə edibdir və onunla bağlı Şumer, Mixi yazılı mənbələrində məlumat var və orada Aratdanı Bəhrəli dağları olan varlı ölkə adlandırmışlar və Aratdanı ensi rütbəsi daşıyan hökmdar idarə etmişdir. Aratda iki çay arasının Şumer şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələri olmuşdur. Enmerkar və Aratda hökmdarı dastanında bu barədə məlumat vardır. Və burada Aratdanın dağlıq ölkə olması barədə məlumatlar vardır. Şumer şəhər dövlətlərindən biri Urukdur. Urukla Arat arasında gah düşmənçilik, gah da dostluq münasibətləri olmuşdur. Enmerkarın həm də Aratda hökmdarının bir-birinə tabi etmək istəmişdirlər və bunun üçün tədbirlər görmüşdürlər. Qonşu tayfalar Uruq şəhərini mühasirə edən zaman Enmerkar hərbi yardım almaq üçün Aratda hökmdarına müraciət etmişdir. Bu həm dostluğun, digər tərəfdən də düşmənçiliyin olmağına sübutdur. Uruq şəhərində məbəd tikintisi zamanı Şumerlərə inşaat materialları, qiymətli metal daşları lazım idi. Enmerkar, Uruq şəhərinin hökmdarı bu materialların Aratdadan gətirilməsini istəyirdi. Yazışmalar aparılmışdılar və səfərlər edilmişdir. Aratdadan iki çay arasına qızıl, gümüş, lacivard daşı, tikinti materialları gətirilirdi. Aratda ilə iki çay arasında mal mübadiləsi edilirdi. Mal mübadiləsi nəticəsində isə Şumerdən Aratdaya taxıl və meyvə gətirilmişdir. Aratda əhalisi müxtəlif sənət sahələri ilə məşğul olmuşdur, mahir ustalar olmuşdur, məbəd və saray tikintisi ilə məşğul olmuş, divarlara qiymətli metal və daşlardan, xüsusilə lacivərtdən bəzək və naxışlar vurmuşdurlar və Aratda ustaları Şumerdə məbəd tikintilərində iştirak etmişdir. Aratda əhalisi əkinçiliklə məşğul olmuş, dəmiyə əkinçiliyi xüsusi yer tutmuşdur. Dəmiyə əkinçiliyində bilirik ki, burada suni suvarma yoxdur, yağış suları əsasındadır. Və Şumerlə Aratda arasında taxıl mübadiləsi geniş idi, bunu qeyd etdik.
Arat da şəhər dövləti idi, paytaxtı Arat da şəhəri idi. Düşməndən qorunmaq üçün qala divarları ilə əhatə olunub. Hökmdar sarayı idi mərkəzdə. Ağsaqqallar Şurası fəaliyyət göstərmişdir və bütün məsələlər burada müzakirə edilmiş, qərarlar səs çoxluğu ilə qəbul olunurdu. Aratdanın dininə gəldikdə çox tanrılı idi. Burada Şumerlərin təsirindən bərəkət və məhəbbət ilahəsi hesab edilən İnannaya sitayiş olmuşdur. İlahə Lama da Aratdanın mühafizəçisi hesab olunur. Dini idarələri də Maşmaş adlı kahin idarə edirdi. Aratda dövlət qurumu haqqında bu qədər, erkən dövləti haqqında. İndi isə keçək Lulubi dövlət qurumuna. Eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında yaranıbdır. İki çay arası Akkad dövlətinin hakimiyyəti altında birləşdirilibdir. Biz bunu bilirik ki, Sargon iki çay arası şəhər dövlətlərini tutdu, sonradan da onu öz ətrafında birləşdirdi. Urmiya gölünün cənubunda, keçmiş Aratda dövlətinin qərb torpaqlarında Lulubi tayfa ittifaqı yarandı. Lulubi tayfa ittifaqının tərkibinə də Su və Turukki tayfaları daxil olmuşdur. Lulubi erkən dövləti Urmiya gölünün cənubunda yaranıb, eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında. Ərazisi şimalda Urmiya gölündən cənubda Diyala çayına qədər idi. Hökmdar idarə edirdi. Hökmdar İmaşqun qaynaqlarda Lullubum ölkəsinin padşahlar padşahı adlanmışdır. Eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında Akkad hökmdarları Lulub ölkəsinə işğalçı yürüşlər etmiş. Deməli, yürüşlər etmişdi. Lulubilər isə bununla bağlı mübarizələr aparmışdırlar. Lulubi hökmdarları padşahlar padşahı adlanırdı. Ən qüdrətli hökmdarlarından biri Anubani olmuşdur. Anubaninin hərbi uğurları iri qaya parçası üzərində mix yazı ilə həkk olunmuşdur. Və bu abidədə səma tanrısı Anum başda olmaqla tanrıların Akkad dilində adları çəkilir. Lulubilər digər qədim Azərbaycan tayfaları kimi iki çay arası ilə siyasi, iqtisadi və mədəni əlaqələr saxlayırdırlar və iki çay arası ilə Aratda da olduğu kimi mal mübadiləsi edir, mal qaranı taxıla dəyişirdilər. Lulubilərdə də Şumerlə iki çay arası ilə yaxın olduğuna görə mix yazısı olmuşdur. Burada da ictimai, mədəni, dini abidələr inşa edilən ustalar olmuşdur Lulubidə. Lulubilər ən çox səma, ay, günəş, bərəkət və məhəbbət tanrılarına sitayiş etmişdirlər. Lulubi erkən dövlət qurumu haqqında da, erkən dövlət haqqında da bu qədər. İndi keçək Kutilərə. Kutilər eramızdan əvvəl 3-cü minillikdə Urmiya gölünün qərb və cənub qərbində mövcud olmuşdurlar. Eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında isə erkən dövlətini yaratmışdırlar. Onlar da Aratda kimi, Lulubi kimi Şumer şəhər dövlətləri ilə müttəfiqlik münasibətlərində olmuşdurlar. Lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxmışdırlar. Ərazisi şimalda Urmiya gölünün qərbinə, cənubda isə Fars körfəzinə qədər uzanmışdır. Akkad və Şumerin idarə etməsini öyrənmişdirlər. Hakimiyyət irsən deyil, seçim yolu ilə ötürülmüşdür. Vilayətlərə canişinlər təyin olunurdu. İdarə etmədə onlara kifayət qədər müstəqillik verilmişdir. Akkad dövləti Urmiya gölü hövzəsində yaşayan tayfaları hücum edirdi. İşğala məruz qalan bu tayfalar hərbi ittifaq yaratdı və Akkad ordusunu məğlubiyyətə uğratmışdır. Mesopotamiyalılar Kutiləri dağ əjdahaları adlandırmışdılar. Kuti dövləti Şumer şəhər dövlətinin himayədarına çevrilmişdir. Kuti hökmdarının şərəfinə mix yazılı abidə qoyulmuş, o qüdrətli Kütuyun və dünyanın 4 səmtinin hökmdarı adlandırılmış.
Kutilərin iki çay arasına müdaxiləsi güclənmişdir. Akkad dövlətinin zəifləməsindən və iki çay arasında baş vermiş daxili çəkişmələrdən istifadə edən Kutilər buranı ələ keçirdilər və eramızdan əvvəl 22-ci əsrin əvvəlində Akkad dövlətinə son qoydular. Kutilərin Mesopotamiyada iki çay arasında təxminən 100 illik hakimiyyəti olmuşdur və o zaman Kutilərə qarşı çıxan olmamışdır. Kutilər iki çay arasında olan idarə etməni dəyişmədilər. Ölkəni canişinlər vasitəsilə idarə etdilər. Canişinlər də mərkəzi hakimiyyət tərəfindən əyalətlərin idarə edilməsi üçün təyin edilən məmurlardır. Kutilərə tabi olan Şumer şəhər hakimləri müstəqil daxili siyasət yürüdürdülər. Bu onların mövqeyinin zəifləməsinə təbii ki, səbəb olurdu ki, onlara müstəqillik verdiklərinə görə. İki çay arasında Şumer şəhərlərində Kuti hökmdarlarının şərəfinə yazılar tərtib edilmişdir. Bu yazılar Şumerlərdə olduğu kimi, Lulubidə, Aratda olduğu kimi mixi yazıları idi. Kutilər ay, bərəkət, məhəbbət ilahələrinə sitayiş etmişdirlər. Kutilərin hakimiyyəti illərində ticarət yollarında əmin-amanlıq bərpa olunmuş, iki çay arasına xarici müdaxilələrin arası kəsilmiş və Urmiya gölü hövzəsi ilə dinc əlaqələr yaradılmışdır. Şumer və Akkad gəncləri Kuti qoşunlarına xidmətə cəlb olunmuşdurlar. Kutilər və Şumerlər arasında ənənəvi sülh münasibətləri var idi. Sonuncu Kuti hökmdarı Trikanın dövründə isə onun hakimiyyəti 40 gün çəkmişdir. Uruq şəhərində ona qarşı üsyan olmuşdur və bununla da Kutilərin iki çay arasında Mesopotamiyada hakimiyyəti başa çatmışdır. Eramızdan əvvəl 3-cü minilliyin sonlarında həm Kuti, həm də Lulubi erkən dövlətləri süquta uğrayaraq xırda vilayətlərə parçalanmışdır. İndi isə xəritədə dediyim kimi diqqət edək. Bu Urmiya gölüdür. Kutilər Urmiya gölünün qərbində. Kutilərin yeri buradadır. Lulubilər cənubundadır. Bu da Turukkilərdir. İndi Turukkilər haqqında da məlumat verəcəyik. Akkad dövləti, Dəclə və Fərat çaylarının yerləşdiyi ərazi. Şumerlər bu ərazidə idi. Aşurlarsa keçəcək. İndi isə keçək digər Azərbaycanda mövcud olan tayfalara, Turukki və Su tayfalarına və onların ittifaqlarına. Eramızdan əvvəl 2-ci minilliyin əvvəllərində Urmiya gölü hövzəsində Turukki və Su tayfaları fəaliyyətə başlayıb. Onlar Aratdanın, Kuti və Lulubi erkən dövlətlərinin tərkibində daxil olublar. Bunlar isə süqut etdikdən sonra Turukki və Su tayfaları müstəqil sürətdə iki çay arası hadisələrinə qarışmağa başlamışdırlar. Turukkilərin hücumları iki çay arasının şimalında yaranmış Aşur dövlətinin, burada gördüyümüz kimi Turukkilərin yeri buradadır, sərhədlərinə təhlükə yaratmışdır. Aşur hökmdarı Turukkilərə qarşı hərbi yürüşlər təşkil edir, lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilməmişdir. Kuti, Lulubi, Su, Şubar tayfaları Turukkilərlə birləşib müstəqil siyasət yürütmüşdür. Babil dövlətinin, Assuriya kimi qüdrətli dövlətlərin təbii ki, bu xoşuna gəlməmişdir. Onlar tez-tez Urmiya ətrafına yürüşlər etmiş, buradakı əhalini əsarət altına almağa çalışmışdırlar. Lakin hər dəfə yerli tayfalar, bu dediyimiz adını çəkdiyimiz tayfaların güclü müqavimətinə rast gəlmişdirlər. Assurlarla toqquşmada qalib gələn Turukkilər hətta onların Şuşara vilayətini də ələ keçirmişlər. Babil hökmdarı Hammurapinin dövründə, eramızdan əvvəl 18-ci əsrdə Turukki Su tayfaları Babil ərazisinə də daxil olmuş, özlərinə orada məskən də salmışdırlar. Turukkilər dedik ki, Aşurun Şuşara vilayətini ələ keçirmiş, hətta orada yerləşmişdirlər. Şuşara inzibati və hərbi mərkəz idi. Azərbaycana qonşu olan torpaqları təşkil edirdi. Turukkilər bu ərazilərə də iddialar edirdilər. Yerli əhali də Turukkilərin hakimiyyətinə meyil göstərmişdilər.
Bu hadisələrin hamısı göstərir ki, Turukki, Sulkuti, Lulubilər yeni tayfa birliyi kimi meydana çıxmışdır. Şuşa uğrunda gah Aşur ilə mübarizə aparmış, gah da münaqişələri sulh yolu ilə həll etmişdirlər. Və bu ardı-arası kəsilməyən hücumlar nəticəsində Aşur dövləti zəifləmişdi. Eramızdan əvvəl 2-ci minilliyin sonlarında Aşur qüdrətini yenidən bərpa etmiş. Burada da Kuti, Lulubbi, Su, Turukki tayfaları Aşurun işğalçılıq siyasətinə qarşı çıxmış yenidən. Müstəqillik uğrunda mübarizə aparmışdırlar. Xırda vilayət hakimləri isə Aşura qarşı müqavimət göstərməkdə çətinlik çəkirdilər. Tez-tez baş verən hücumlar Azərbaycan tayfalarının yenidən dövlət halında birləşməsini zəruri etdi. Bu qədər. Növbəti video izahda isə Manna dövləti olacaq.